Biz ilk öncə çox məmnunuq, çünki bu il Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin 30 illiyi tamam olur. Tam da bizim bu konfransda Urgenc Dövlət Pedaqoqa İnstitutunun təşkil etdiyi bu konfransda tam da həmin ilə, həmin aya uyğun gəlir. Və bu baxımdan mən həm Özbəkistan elm təhsil işçilərini, həmçinin də Azərbaycan elm təhsil işçilərini ürəkdən təbrik edirəm, qutlayıram və Firuzə xanıma, universitetin rektoru, institutun rektoru Firuzə xanıma çox dərin təşəkkürümüzü bildiririk ki, belə bir kongre təşkil etmiş və bu konqredə alimləri, Türk dünyası alimlərini bir araya gətirmiş və burada bizim qədim irsimiz, kökümüz, tariximiz, kültürümüz mənbələr əsasında araşdırıldı və burada elm təhsilinin inteqrasiyası ilə bağlı mühazirələr, elm təhsilinin inteqrasiyası ilə bağlı sunumlar sunuldu və mən ümid edirəm ki, inşallah belə əlaqələrimiz, belə konferanslarımız daha çox, daha küp şəkildə təşkil ediləcəkdir və biz bir-birimizlə daha sıx əlaqələr yaradaraq öz elmimizi, öz təhsilimizi dünya sivilizasiyasına, dünya mədəniyyətinə bir daha sübut edəcəyik. Çox təşəkkür edirik konqres üçün də, dəvət etdikləriniz üçün də.